Müəllim, salam, xoş gəlmisiniz. Xoş gördük. Azərbaycanın qonşuluq siyasətindən danışırıq. Niyə bu mövzunu müzakirə etmək zərurəti yarandı? Dünyada baş verən hadisələrdən, qonşuluqda baş verən hadisələrdən və bu hadisələrə Azərbaycanın necə reaksiya verməsindən təbii ki, bu mövzu ortaya çıxır. Azərbaycan Rusiya ilə sərhəddir. Gürcüstanla, Ermənistanla, İranla, Xəzər dənizi üzərindən Qazaxıstan, Türkmenistanla, Türkiyə ilə sərhəddi və bütün bu hadisələr fonunda baxın, dünyada nə qədər hadisələr baş verir. Azərbaycanın seçdiyi yol hansı yoldur? İstərdim, bax, ilk olaraq bundan başlayaq. Təbii ki, Azərbaycanın yerləşdiyi coğrafiya və region dünya ölkələrinin geosiyasi rəqabətinin mərkəzindədir və Azərbaycan məhz Rusiya kimi və İran kimi bir dünya ilə, demək olar ki, qərb ölkələri ilə, qərb dünyası ilə qarşıdurma müstəvisindədir. Azərbaycanın hazırda tutduğu istiqamətləndiyi siyasət təbii ki, regional təhlükəsizliyin qorunması, Azərbaycan milli təhlükəsizliyin, suverenliyin qorunması və regionda sabitliyin təmin olunmasına yönəlib. Məhz Azərbaycan bugünkü apardığı siyasət, xüsusilə cənab prezident İlham Əliyevin siyasəti demək olar ki, Cənubi Qafqazda siyasi sabitliyin təmin olunmasına gətirib çıxarıb. Bu təkcə Azərbaycanla bağlı deyil, burada Gürcüstanın da, Ermənistanın da, Xəzər hövzəsinin də məhz bu proseslər 2020-ci il 2-ci Qarabağ müharibəsindən sonra daha da aktuallaşdı və regionda yeni bir siyasi nizam quruldu və təbii ki, bu yeni siyasi nizamın da aktoru Azərbaycandır. Bu günlərdə Azərbaycan apardığı siyasət məhz bu müstəvidə davam edir. Bu artıq beynəlxalq hüquq demək olar ki, işləmir. Beynəlxalq siyasi nizamda ciddi böhran yaşanır. Güclü ölkələr zəif ölkələrə qarşı təzyiq mexanizmlə, güclə istifadə edir və bu prosesdə məhz Azərbaycan qonşularına əlaqələr, beynəlxalq güclərlə apardığı siyasət məhz regionda demək olar ki, elə bir müstəvidə həyata keçirilir ki, bir çox siyasi təzyiqləri neytrallaşdırır və siyasi sabitliyi təmin edir. Mən düşünürəm ki, Azərbaycanın apardığı siyasət bir çox regionları üçün, həmçinin bir çox ölkələr üçün də president olmalıdır ki, bu günləri dərin böhran yaşayan dünyanın bu proseslərə normal müstəviyə keçdiyi üçün daha da müsbət bir proses kimi qiymətləndirmək olar. Sualımın istiqaməti konkret olaraq regionda baş verən hadisələr Azərbaycanın reaksiyası ilə davam etmək istəyirəm. Niyə bu sualı vermək, belə deyək ki, labüdlüyü hiss edirəm? Çünki baxın, Azərbaycan artıq biz hər zaman deyirdik ki, Azərbaycan regionun aktor ölkəsidir. Azərbaycan region proseslərini həll etməklə yanaşı, həm də qlobal hadisələrin bir parçasıdır. Misal üçün, bir sıra münaqişələrin adını çəkə bilərik ki, Azərbaycan burada həlledici rol oynayıb. Təbii ki, Bakının platform olaraq təqdim edilməsi, hansısa məsələlərə siyasi müstəvidə verilən reaksiyalar və s. Hazırda regionda təhlükə var və uzun müddətli ki, müzakirə olunur ki, Amerika Birləşmiş Ştatları İrana zərbə endirəcək. Bu baş vermişdi 12 günlük müharibədə daha doğrusu və Azərbaycan öz kanalları vasitəsilə xəbər də ötürmüşdü ki, Azərbaycanlıların yaşadığı yerlərdə daha diqqətli olsunlar, atəş açılmasın və s. Hazırda bu prosesdə Azərbaycanın rolu nədən ibarət ola bilər? Və yaxud da bəlkə biraz daha iddialı sual verim. Azərbaycansız həll oluna bilər mi? Tamamilə doğru məsələlərə yanaşdınız. Bakı platformanda adını çəkdiniz. Həqiqətən də Azərbaycan regional müstəvidə deyil, beynəlxalq siyasi nizamın formalaşmasında da mühüm rol oynayır. Məhz Bakı platforması Azərbaycanın qoşulma hərəkatına sədrliyi demək olar ki, dünya siyasi nizamına mühüm önəm verir. Xüsusilə Azərbaycan bir çox imperialist ölkələrin dənizi aşırı əraziləri ilə bağlı müəyyən bir siyasət apardı. Artıq bu da dünya siyasi nizamının formalaşmasına, bir çox xalqların təməl hüquqlarının təmin olunması istiqamətində mühüm dəyişikliklərə
gətirib çıxartdı. Təbii Azərbaycan yerləşdiyi region bilirsiniz ki, xüsusilə şimalda Rusiya-Ukrayna müharibəsidir, cənubda məhz sərhəd olduğu İran, ABŞ-la və İsraillə münaqişədədir. Təbii ki, Azərbaycan bu günlər elə bir siyasət aparır, heç bir ölkənin də daxili işinə qarışmır. Amma qonşuda baş verən böhran, hərbi proseslər təbii ki, Azərbaycanda narahat edən əsas faktordur. Və nəzərə alaq ki, İranda 40 milyona yaxın bizim soydaşlarımız var, Azərbaycanlılar var və onların talihini Azərbaycan Respublikası biganə qala bilməz. Tamamilə düz qeyd etdiniz, ötən il 12 günlük İsrail-İran müharibəsində məhz Azərbaycan rəsmi kanallarla da İsrailə mesaj vermişdi ki, orada Güney Azərbaycanda mülki infrastrukturlar vurulmamalıdır. Oradakı Azərbaycanlıların hər hansı bir həyatına təhlükə olmamalıdır. Həqiqətən də İsrail tərəfi bu məsələyə həssas yanaşmışdı. Həmçinin Amerika Birləşmiş Ştatları. Əgər düşünmürəm ki, bundan sonra əgər müharibə baş versə, Azərbaycan yenə də məsələlərə biganə qalmayacaq. Çünki qonşudur, Azərbaycan bu məsələlərdə düşünürəm ki, vasitəçi də ola bilər. Bilirsiniz, bir ölkə təkcə onun geosiyasi mövqeyi, nüfuzu, ərazisinin böyüklüyünə görə deyil, regionda apardığı siyasətə görə, coğrafi mövqeyinə görə, iqtisadiyyatına görə, hərbi qüdrətinə, güc nailiyyət, bəli, güc anlayışı dəyişib. Azərbaycan da Cənubi Qafqaz, xüsusilə Xəzər hövzəsinə əsas söz sahibidir. Mən düşünürəm ki, burada İsrail də, Amerika Birləşmiş Ştatları da məhz İsrail İran faktoru məsələsini Azərbaycanla da məsləhətləşmələr aparılmalıdır. Azərbaycan da burada vasitəçi ola bilər. Düzdür, Türkiyə bu prosesdə aktiv rol oynayır. Amma nəzərə alaq ki, 40 milyon İrandakı Azərbaycanlıların bir taleyi Azərbaycan Respublikasına bağlıdır. Ona görə də mən düşünürəm ki, rəsmi Bakı, Vaşinqtonla da, Təl-Əvivlə də yenidən bu məsələlərə qayıtmalıdır. İran böhranın diplomatik müstəvidə həlli istiqamətində nə gəlirsə də onu etməlidir. Hətta görüş üçün Bakı platformasında təqdim etməlidir. Çünki bunun üçün də Azərbaycan siyasi iradəsi var. Azərbaycan prezidenti Cənab İlham Əliyev bilirsiniz ki, İranın prezidenti Pezeşkiyanla da telefonla danışdı. Həmçinin Xarici İşlər Nazirlərinin də telefon danışığı oldu. Yəni Azərbaycan məhz İran da əmin edir ki, Azərbaycan ərazisinə hər hansı bir üçüncü ölkəyə qarşı hərbi əməliyyatlar üçün platform ola bilməz. Bununla bağlı rəsmi bəyanat da var. Rəsmi bəyanat var, qəti buna gedilməyəcək. Həmçinin Azərbaycan da İran böhranının xüsusilə ABŞ-İran böhranı diplomatik yolla həllinə tərəfdadır. Proses bundandır və artıq İran tərəfdə Azərbaycandan arxayındır. Yəni, hökumət səviyyəsinə. Düzdür, İranda mühafizəkar qruplar var, Sepah, onlar daima İran-Azərbaycan münasibətləri normallaşmaq istiqamətində gedəndə də onlar daima çalışıblar ki, Azərbaycanla münasibətləri gərginləşdirsinlər. Amma Azərbaycan bu günləri qonşuluq əlaqələrini, qarşılıqlı etimadı daima üstün tutub, bu müstəvidə İrana daima öz dəstəyini ifadə edib. Baxın, İrana qarşı uzun illər ki, iqtisadi sanksiyalar tətbiq olunur, amma Azərbaycanla İran arasında iqtisadi əlaqələr artıq 1 milyard dollara yaxındır. Daha çox biz İrandan məhsullar ixal edirik ki, İran ixrac edir. Yəni, Azərbaycan İrana qarşı beynəlxalq müstəvidə həmçinin Qərbin tətbiq etdiyi sanksiyalara qoşulmur. Nə siyasi, nə iqtisadi, nə təhlükəsizlik sahəsində də İranla bir çox istiqamətlərdə əməkdaşlıq edir. Bir çox layihələrimiz var, xüsusilə Şimal-Cənub nəqliyyat dəhlizinin işə düşməsi, burada Fars körfəzi ilə Şimal dənizini birləşdirən bir nəqliyyat dəhlizi var. Yəni, regionda geosiyasi, iqtisadi, lojistika layihələrin həyata keçirilməsi istiqamətində Azərbaycan mühüm uğurlu addımlar atır İranla birgə və əgər müharibə olarsa, təbii ki, Azərbaycan burada yenə də elə bir siyasət ortaya qoyacaq ki, bu böhranın
bu böhrandan Azərbaycanlılar əziyyət çəkməsin və böhran müstəvisində yenə diplomatik bir ortam yaradılsın. İran, ABŞ və İsrail münasibətlərində sülh istiqamətində addımlar atılsın. Mən düşünürəm ki, Azərbaycanın təbii ki, bunun üçün də siyasi iradəsi var. Buna da gediləcək. İsrail bilir. İsrail çox yaxşı bilir ki, Azərbaycan vasitəçiliyi də İsrailin təhlükəsizliyinə önəm verib. Bilirsiniz ki, İsrail-Suriya danışıqları keçirildi. Bəli. Bakıda Azərbaycan vasitəçi oldu. İsrail-Türkiyə danışıqları Bakıda keçirildi və çox uğurlu formatdır. Bu günləri Suriyanın təhlükəsinin təmin olunmasında oradakı proseslərin sülh istiqamətinin gedişinə Azərbaycanda mühüm rolu var. Orada anlaşmalar əldə olundu. Məhz İran faktoru ilə də bağlı İsraillə İran diplomatlarının da nədə Bakıda görüşü keçirilməsin, orada nüvə məsələsidir, ballistik raketlərinin mənzilinin qısaldılmasıdır, proksi qüvvələrin təbii ki, dəstəklənməməsidir. Mən düşünürəm ki, İranla bir ortam şəklində real müstəvidə danışıqlar keçirilsə, irəliləyişlər əldə oluna bilər və müharibədən qaçıla bilər. Yəni, Azərbaycanın bunun üçün siyasi iradəsi var və düşünürəm ki, cənab Prezident İlham Əliyev İran Prezidenti ilə telefon danışıqlarda da məhz bu vasitəsilə də önə sürüb. Sadəcə olaraq bilirsiniz ki, Amerika Birləşmiş Ştatları 1979-cu ildən İrandakı siyasi hakimiyyəti dəyişmək planına malikdir və dəfələrlə İran razılaşmaya gedəndə Amerika Birləşmiş Ştatları da əlavə təkliflər ortaya qoyub. Yəni, bu məsələlər də var. Əgər biz proseslərə obyektiv şəkildə yanaşsaq, bunu hətta Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan da qeyd etdi, açıq şəkildə mediada. Yəni, Amerika Birləşmiş Ştatlarının administrasiyası çalışır ki, oradakı siyasi sistemi dəyişsin, neft, qaz yataqlarına tamamilə 90% sahib olsun. Həmçinin İranı izolyasiya etməklə, İranı özünə tabi etdirməklə bir növ Çinin iqtisadiyyatına zərbə vursun. Bilirsiniz ki, Rusiya, İran, Çin oxu var və bunlar uzun müddətdir ki, Amerika Birləşmiş Ştatlarından Qərb koalisiyasına qarşı ciddi şəkildə bir cəbhə formalaşdırıblar. Elə Ukrayna müharibəsində də Çin də, İran da, Rusiya da birgə çıxış edirlər. Əslində bu İrandakı rejimi dəyişməkdən daha çox Çini, Rusiyanı zəiflətmək funksiyası daşıyır. Sualını daha konkret verəcəm. Həftə sonu Amerika Birləşmiş Ştatlarının İrana hücumu planlaşdırılırdı. Ən azından bu müzakirə olunurdu. Hətta bu üçün də açıqlaması vardı ki, 48 saata gözləyirəm və s. Olmadı və nəzərə alsaq ki, Donald Trump iqtisadçıdır. Birjaların düşməməsi səbəbilə həftə sonu bu hücumu etmədisə, həftə ərzində də etməyəcək. Onun xeyli sayda iqtisadçı dostları var. Növbəti həftəyə əgər proqnozlar bunu desə, ümumiyyətlə, bax, siz müharibə dediniz, mən bu fikrin üzərindən getmək istəyirəm. Siz düşünürsünüz ki, bu müharibə olacaq? Mən düşünürəm ki, Amerika Birləşmiş Ştatları bu qədər hərbi kontingenti regiona gətiribsə, havadan müdafiə sistemləri, həmçinin esminislər, güclü raketlər, aviadaşıyıcı gəmilərlə gəliblər İran ətrafına. Bu bir növ İrana qarşı hərbi təzyiqdir. Hazırda İranla ABŞ arasında konfidensial danışıqlar gedir. Bu bir mənalıdır. Daima siyasətdə, diplomatiyada bu var və vasitəsi də Omandır, Səudi Ərəbistanıdır. Və İrana da təklif olunur ki, Çinə neft satma. Çünki İran həqiqətən də İran neftin demək olar çox hissəsi Çinə gedir. Və əgər Amerika Birləşmiş Ştatları hazırki müstəvidə bu qədər hərbi qüvvə ilə gəlib geri çəkilsə, bu İranın regionda güclənməsinə gətirib çıxaracaq. Bir növ Amerika Birləşmiş Ştatlarının siyasi və psixoloji olaraq İran qarşısında məğlubiyyət olacaq. Bu, bilirsiniz ki, payızda Amerikada aralıq seçkilərə keçiriləcək konqrensiya və bu respublikaçıların Donald Trump'ın partiyasının məğlubiyyətinə gətirib çıxarlar. Çünki növbəti illərdə Amerikada prezident seçkiləri də olacaq. Vance və Rubio'nun da varis kimi qeyd edilir. Respublikaçılar orada Ağ Evdə qalmaq istəyir. Yəni, Donald Trump bu qədər riskə gedib. Mən düşünürəm ki,
mən düşünürəm ki, vurulacaq, İrana qarşı hərbi əməliyyatlar keçiriləcək. Ola bilər ki, bu geniş miqyaslı olmasın, müəyyən bir nöqtə əməliyyatları olsun, 12 günlük müharibə kimi. Amma getməsə də bu Amerika Birləşmiş Ştatlarının siyasi və psixoloji elə hərbi məğlubiyyətidir. Hətta bunu Səudiyyə Ərəbistan Müdafiə Naziri də qeyd etmişdi. Amma müharibə başlayarsa, bunu idarə edilməsi də ABŞ üçün çox çətin olacaq. Həqiqətən də nəzər alaq ki, İranın kifayət qədər ballistik raketləri var, PUA-ları var. Quru əməliyyatlar ümumiyyətlə Amerika üçün faciə ola bilər. Çünki kifayət qədər İranda döyüşkən qüvvələr var. İran həqiqətən də İraqdakı vəziyyət deyil, Suriyada, Əfqanistandakı vəziyyət deyil. İranda oturuşmuş sistem var və kifayət qədər Amerika Birləşmiş Ştatlarına problem yarada bilər və Hörmüz boğazını da orada bağlayar və dünya neft sisteminə də böyük zərbə vurur. Nəzərə alaq ki, Yəmən də bu prosesdə İranı dəstəkləyir. Yəni bu regionda geniş miqyaslı, hətta deyərdim ki, 3-cü dünya müharibəsini baş verə bilər. Qeyd edim ki, hələ ötən əsrin 60-cı illərdə İranın şahı qeyd etmişdi ki, 3-cü dünya məhz İranla başlayacaq. Yəni, çox maraqlı bir proseslər gedir. Bu təsadüfi deyildi. Amerika Birləşmiş Ştatları artıq İranı vuracaq. Amma bu ola bilər ki, 5 günə də ola bilər, 1 aya da ola bilər. Amma sövdələşmə əgər gedərsə, bu da var. Məsələn, İran ali dini rəhbəri Xamney istefa verir, struktur dəyişiklikləri olur, tamamilə səlahiyyətlər prezidentə verilir və Amerika şirkətləri ilə sövdələşmələr bağlanır. Trump da buna çalışır. Həmçinin nüvə sazişi ilə bağlı məsələlər aydınlaşır. Bu reallığa inanırsınızmı? Mən düşünürəm ki, İran hakimiyyəti getməyəcək. Çünki İran ali dini rəhbəri tamamilə prinsipialdır və bu məsələlərdə öz xəttini qoruyub saxlayır. Və kifayət qədər də onu dəstəkləyən daxildə qüvvələr var. Təhlükəsizlik qüvvələri 12 günlük biz müharibədən danışdıq. Fakt ondan ibarətdir ki, düzdür, bunu Amerika Birləşmiş Ştatları və İsrail dünyaya 12 günlük müharibə və tamamilə Tehranın darmadağın olması kimi qiymətləndirir, amma kifayət qədər də xeyli sayda gücləri var idi və nöqtə atışları edə biləcək silahları da var. Biz qonşuluqdan danışırıq. Mən digər qonşumuza keçmək istəyirəm. Qərb qonşularımıza Ermənistanla olan münasibətlər istiqamətində də xeyli ciddi addımlar atılıb. İstərdim bax bu məsələyə də toxunaq. Ötən gündə artıq o iqtisadi növbəti addım atıldı. Bu mövzuya toxunsaq, hazırda hansı mərhələdədir münasibətlər? Ermənistanla Azərbaycan arasında de facto sülh var. Yəni artıq hərbi müstəvidə hər hansı bir problem yoxdur. Bunu Ermənistan baş naziri də qeyd edir və hazırda bu sülhün təmin olunması məhz cənab prezident İlham Əliyevin apardığı siyasətin tərkib hissəsidir. Ermənistan iqtisadi müəyyən dərəcədə blokadadan çıxalıb, artıq Rusiyadan da müəyyən yüklər Ermənistana daşınır. Mən düşünürəm ki, yekun sülh müqaviləsi istiqamətində gedən bu proseslər təbii ki, qarşılıqlı etimadın formalaşmasına gətirib çıxarır. Erməni cəmiyyəti də, erməni xalqı da artıq görür ki, sülh var və bu prosesdə Azərbaycanın siyasi hakimiyyəti, həmçinin Ermənistan siyasi hakimiyyəti, siyasi iradə ortaya qoyub. Məhz bu proseslərin də baş verməsi Ermənistanda revanşist əhval-ruhiyyəsinin tamamilə fiyaskoya uğraması, həmçinin revanşist qrupların Robert Koçaryan, Serj Sarkisyan tandemi, Samuel Karapetyanın, kilsənin orada revanşist sistemdilər, onların da seçki qabağı tamamilə xalq qarşısında hər hansı bir söz deyə bilməyəcək vəziyyətinə gətirib çıxardı. Artıq Cənubi Qafqazda sülh var və Ermənistanla münasibətlərdə demək olar ki, çox məsələlər də həll olunub, anklav məsələləri qalıb. Bilirsiniz ki, mən düşünürəm ki, bunlar seçkilərdən sonra da müsbət həllini tapacaq. Sərhədlərin delimitasiya demarkasiyasına bağlı komissiya da öz işini görür. İndi sadəcə olaraq hazırda proseslə Ermənistanda seçki gündəmidir və Azərbaycan da, həmçinin Türkiyə də bu prosesdə Ermənistanda gedən prosesləri diqqətli izləyirlər və sülh formulu yaradıblar regionda.
Göründüyü kimi Ermənistan hakimiyyəti də bununla məmnundur. Elə Ermənistan xalqı da bu prosesdə Nikol Paşinyan siyasi hakimiyyətini dəstəkləyir. Mən düşünürəm ki, proses bu müstəvidə gedəcək və Ermənistanda keçiriləcək parlament seçkilərində də Nikol Paşinyan da qalib gələcək və bu proseslər də Ermənistanda revanşist əhval-ruhiyyəsini Robert Koçaryan, Serj Sarkisyan ilə Rusiyanın oradakı formalaşdırdığı siyasi establishmentin tamamilə fiyaskosuna səbəb olacaq. Məsələn, ötən həftə Ermənistan sabiq prezidenti Robert Koçaryan mətbuat konferansı keçirdi. Regionun sülh və iqtisadi rifahını özündə ehtiva edən trip dəhlizinə qarşı çıxdı. Bilirsiniz, Ermənistanda əhalisi bunu görür. Amma daha sonra onun bir dənə də açıqlaması gəldi. O vurğuladı ki, əgər neftin Azərbaycandan gəlməsi daxildə benzin qiymətlərinə düşməsinə səbəb olacaqsa, düşünə bilərik. Bax, belə bir ifadə var. Təbii ki, artıq reallıqlarla barışmaq məcburiyyətindədir. Artıq 90-cı illər deyil. Bundan sonra onların da hakimiyyətə gəlməyə mümkün olmayacaq. Çünki proseslər elə istiqamətdə gedib ki, Azərbaycan regionunda da elə bir siyasət formalaşdırıb ki, Robert Koçaryanın və yaxud oradakı Samvel Karapetyanın da force-major məqamda da hakimiyyətdə gəlib qala bilmək ehtimalı da yoxdur. Onlar möhkəmlənə də bilməzlər Ermənistanda. Çünki geosiyasi şərtlər tamamilə dəyişib. Onların Ermənistan cəmiyyətinə, regiona verdiyi mesajlar tamamilə arxaikdir və regionda yalnız təhlükəsizlik təhdid edir, müharibə əhval-ruhiyyəsidir və təbii ki, bunlar da Kreml mətbəxindən gəlir. Proseslər də bu müstəvidədir. Mən düşünürəm ki, Azərbaycanın Ermənistana dəhliz, məsələn, yüklərin göndərilməsi istiqamətində atdığı addımlar növbəti mərhələdə bilirsiniz ki, artıq Zəngəzur dəhlizindən elektrik xətləri də çəkiləcək. Təkcə ora nəqliyyat dəhlizi deyil, buna növbəti mərhələdə enerji dəhlizi olacaq, həmçinin yaşıl enerji dəhlizi olacaq. Bundan da təbii ki, Ermənistan ciddi şəkildə mənfəətlər götürəcək ki, artıq Ermənistanda görüləcək ki, Ermənistanda da siyasi sabitlik var və xarici ölkələrdə Ermənistana investisiya qoyacaqlar. Yəni, erməni xalqı da bunu görür. Ona görə də düşünürəm ki, proseslər, Cənubi Qafqazda baş verənlər müsbət istiqamətdə gedir və bunun da müəllifi təbii ki, Azərbaycandır. J.D. Vance'in Azərbaycana səfəri, daha doğrusu regiona səfəri. Bəli. Gürcüstan proseslərdən kənarda qalır, səbəb məlumdur. Bəli. Rəsmi Moskva. Ümumiyyətlə, Cənubi Qafqazda bu səfərdən sonra, misal üçün, Qərb mediası yazır ki, trip layihəsinin təməli qoyulacaq. Ümumiyyətlə, bu hadisələri qiymətləndirsək, növbəti addım nə olacaq? Təbii ki, Vance'in Amerika Birləşmiş Ştatlarının vitse-prezidentinin regiona səfəri, regionda gedən geosiyasi proseslərdə Amerika Birləşmiş Ştatlarının prosesə həlledici yanaşmasıdır. Və Amerika Birləşmiş Ştatları da burada artıq beynəlxalq, həmçinin Rusiya mesaj verir ki, mən buradayam və trip layihəsi də Zəngəzur dəhlizi də açılır. Və Avropa İttifaqı da artıq proseslə razılaşıb. Gürcüstanla bağlı məsələyə toxundunuz. Çox təəssüf ki, Gürcüstan bu proseslərdən kənarda qalıb. Gürcü Arzusu partiyasının Rusiya ilə müəyyən reveransları, iqtisadi əlaqələri, hətta Gürcüstan limanlarının qeyd edilir ki, mətbuatda Rusiyanın kölgə donanması üçün də açıb. Baxmayaraq ki, ABŞ konqresmenləri də Gürcüstandadır. Amma təəssüf ki, Gürcüstanın bu günləri həyata keçirdiyi siyasət onun təkcə qlobal müstəvidə deyil, Cənubi Qafqazı da izolyasiyasına gətirib çıxarıb. Məsələn, bu günləri Gürcüstan hökuməti qeyd edir ki, biz Rusiya ilə əlaqələrə malikdir, amma statistikaya baxanda daha çox iqtisadi əlaqələr bu günlər Rusiya ilə də qəbul etdiyi qərarlar tamamilə indiyə kimi qəbul olunmuş Avrointeqrasiya siyasətində, Avropa İttifaqı ilə əlaqələrdə qəbul olunmuş qərarların üstünə xətt çəkilir. Təbii ki, buna Avropa İttifaqı dözümlü yanaşmaz. Yəni, Gürcüstan bilməlidir ki, onun balanslaşdırılmış və neytral siyasəti mümkün deyil. Çox çalışdı ki, Azərbaycan kimi olsa, amma bu belə deyil axı. Yaxşı, bu münasibətlər Cənubi Qafqazın inkişafına necə təsir edə bilər? Bilirsiniz, Gürcüstan hökumətinin baş verən hadisələr demək olar ki, müəyyən qədər çığdaş saxlanılıb.
baxın, Qərb, Ermənistan, Azərbaycan münasibətləri inkişaf edir, Cənubi Qafqaz inkişaf edir, nəqliyyat əlaqələri, orta dəhliz və növbəti mərhələdə bilirsiniz ki, Mərkəzi Asiyada bu regiona demək olar ki, siyasi, iqtisadi inteqrasiyası olub. Bu prosesləri Gürcüstan hökuməti bu proseslərə qoşulmursa, kənarda qalırsa, Qərblə qarşı durmaya gedirsə, Rusiya ilə referanslar edirsə, mən düşünürəm ki, Cənubi Qafqazın inkişafına mane olmayacaq. Daha çox izolyasiya bu Cənubi Gürcüstan öz əleyhinə olacaq. Və növbəti mərhələdə Gürcüstan hökuməti artıq reallığı görməyə başlayacaq. İndi orada Bidzina İvanişvilinin kölgəsində olan hökumət, Bidzina İvanişvili hesab edir ki, bu milyardları var və bu Gürcüstanı növbəti mərhələdə tamamilə müstəqil edəcək, heç bir güclə barışmayacaq və prosesi belə davam elətdirəcək. Amma bu da mümkün olmayacaq. Qərbin də Gürcüstana təzyiqləri artır və düşünürəm ki, bu Gürcüstandakı baş verənlər Cənubi Qafqaza müəyyən dərəcədə təsir var, amma gedən inkişafı tormozlaya bilməyəcək. Çünki Rusiya da zəifdir. Rusiyanın Gürcüstana verəcəyi də hər hansı bir prosesi də yoxdur. Kifayət qədər ABŞ-ın vitse-prezidenti regiona gəlirsə, mən düşünürəm ki, Gürcüstan hökuməti bundan nəticə çıxarmalıdır. Artıq ABŞ-la da münasibətləri normal hala salmalıdır ki, regionda gedən prosesləri inteqrasiya etsin. Orta dəhlizdən indi Azərbaycan kifayət qədər Gürcüstana dəstək verir. Orta dəhliz də onun ərazisindən keçir. Amma Azərbaycan da istəyir ki, bu məsələlər iqtisadi və təhlükəsizlik məsələlərində şaxələnmə olsun. Zəngəzur dəhlizindən kesintidir bu marşrutundan. Görünür, Gürcüstanda da müəyyən dərəcədə narahatlıqlar var, amma Gürcüstan hökuməti Moskva ilə siyasətinə baxmalıdır. Biz Gürcüstanın narahatlığını artıq bir dəfə hiss etdik. Bəli, bilirsiniz, bir məsələni qeyd etmək istəyirəm ki, Gürcüstanda İvanişvili onlar hakimiyyətə gələndə bizə müəyyən qədər problemlər yaratmışdılar. Mehmet müəllim, çox sağ olun. Təşəkkür edirəm studiyamıza gəlib suallarımızı cavablandırdınız və təəssüf olsun ki, bu cür hallar daha çox iqtidarda kimin olması ilə bağlı olur. Gürcüstanda da bunu görmüşük, Ukraynada da, Moldovada və digər postsovet ölkələrində də bu müşahidə olunub. Tək postsovetdə yox, elə yaxın şərqdə də, Avropada da. Çox sağ olun, studiyamıza gəldi, suallarımızı cavablandırdınız və studiyada qonağım siyasi şərhçi Məhəmməd Əsədullazadə idi. Biz onunla birlikdə Azərbaycanın qonşuluq əlaqələrindən danışdıq və ümumiyyətlə, Azərbaycan rəsmi Bakı proseslərə necə təsir göstərə bilər, bunları müzakirə etdik. Bizə ayrılan vaxt başa çatdı, sabah görüşərik. Hələlik.